qalmadı. 2 saat bundan qabaq gəlmişəm də Bayirdəydim. Mən o maşını necə sürmüşəm, nə tər gəlmişəm evə Allah bilir. Olmaz axı belə şeylər. Buradan yenə də jurnalistlərə səslənirəm. O paylaşımlarınızı silin. Əks halda sizi şikayət edəcəm. Yanlış məlumat verdiyinizə görə sizi şikayət edəcəm. Və çox xahiş edirəm, məni sevənlər, bu çıxışlarımı qayd edib paylaşın. Mən salamatam, yaxşılıqdır, evimdə oturmuşam, salamatçılıqdır. Məni həbs eləməyiblər, hər şey qaydasındadır. Çox xahiş edirəm, mənim üçün narahat olanlar üçün açmışam bu canını. Yəni hər şey qaydasındadır, çox şükür. Buradan yenə də jurnalistlərə səslənirəm. Yalan məlumat verməyin. Düzgün məlumat verin. Əgər bir şey paylaşırsınızsa yalan məlumat, düşünün, mən tək deyiləm, mən göydən düşməmişəm, yerdən çıxmamışam, məni inək doğmayıb, məni ana doğum. Mənim evdə valideynlərim var, bacılarım var, uşaqlarım var, vallahi hamısı narahat olur. O uşaqların ürəyini niyə patladırsınız? Mənim o uşaqlarımı niyə ürəyinə vərvələ salırsınız ki, ana hardasan? Amma belə bir xəbər var. Anam o yandan yığır, dədəm bu yandan narahat olur, prejvaniya keçirdi. Niyə belə eləyirsiniz ki? Nə istəyirsiniz məndən? Ölənlərinizə güllə atmışam, ölənlərinizi mən qırmışam, evinizi yıxmışam, ailənizi dağıtmışam. Abala, nə istəyirsiniz məndən?